Mən xüsusilə dərini niyə görə vurğulayıram? Biz burada dodağın ölçülərindən və yaxud da qaşın gözün quruluşundan danışmırıq. Biz dərinin sağlamlığından danışırıq. Bəli, sağlam görüntüsündən, fresh görüntüsündən, o dediğimiz tər bir görüntüsü. misal da var, deyirdilər dəri bağırsaqların güzgüsüdür. Əslində tək bağırsaqların yox, bütün daxili orqanların güzgüsüdür. Çünki nə qədər problem var, hamısı üzə yansıyır. Məsələn, biz indi Laynikdən danışırıq. Laynik daxili bir cavanlıq, daxili gözəllik də verir. Niyə buna o qədər bizim ehtiyacımız artıq son vaxtlar var? Çünki o qədər biz orqanizmimizi toksikləşdirmişik. Həm fast food qidalanmalarla, həm zərərli vərdişlər. Bu dəqiqə məsələn xanımlar da çox spirtli içkilər çox istifadə edir. Təəssüf ki, siqaret istifadə edirlər. Çox istifadə edir. Yəni əvvəlki vaxtlara baxanda indi zərərli vərdişlər tək kişilərdə deyil, xanımlarda da var. Bu da təbii ki, hər bir içki içən adamda qaraciyərdə pit distrofiyası da olur, bağırsaq problemləri də olur, dəri problemləri də olur. Yəni bunlar qaçınılmazdır.